Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Bu günlerde karşıma bir tane video çıktı. Azerbaycan'da avaraçılığa göre kimsə cərməliyiblər. Mən də bugün işləmirəm. Ümumiyyətlə işdən çıxmışam. İşləmirəm. Avaraçılıqdır. Dedim tez gəlim biraz idman edeyim. Sonra yadıma düşdü ki, mən Azərbaycanda deyirəm ki, mən Belçikadayam. Belçikada bəs avaraçılığa görə cərimə edirlərmi? Əslində Belçikada tərsinədir. Avaraçılığa görə dövlət insanlara pul verir. Bu necə olur? Əgər siz gəlmişsiniz Belçikaya, oturum almışsınızsa, bir il ərzində hansısa bir şirkətdə full time, yəni 5 gün 8 saat səhv eləmirəmsə işləyərsinizsə, 8 saata və bir ildən sonra siz işləməsəniz, dövlət hər ay sizə pul verir. Nə qədər pul verir? Səhv eləmirəmsə, soruşmuşdum, bir dənə oğlan var, dedi, mənə kimi bir avaraçılıq verirdi, idman edirdi. Dedim, bəs işləmirsən, dedi ki, mən CPS alıram, CPS səhv eləmirəm, CPS deyəm, dedi ki, 1200 euro. Məncə 1200 euro dedi. Bəlkə də çox ola bilər, yanılıram. Və belə. Sadəcə nə olub? Bu yaxınlarda bəs Belçikada insanlar mitinq eləyir, mitinqlərə çıxırlar. Dövlətə öz etirazlarını bildirirlər. Mən də soruşdum ki, nə olub da bunlar niyə narazıdırlar bu ölkədən, niyə bu hakimiyyətdən narazıdırlar? Dedi ki, dövlət nə edir? Bu işləməyənlərin CPS-ni ödəmək istəmir. Dedim, necə ödəmək istəmir? Yəni, insanlar işdən çıxırsa daha dövlət pul verməyəcək. Deyir, yox, pul verəcək. Pul vermək istəyir. Sadəcə 2 il pul vermək istəyir. Yəni, deyir ki, 2 il sənə mən pul verəcəm. 2 il ərzində özünə get bir iş tap. Yenə get bir işdə işlə. Yenə heç olmasa bir il işlə. Bir ildən sonra yenə işləmə. Biz sənə yenə 2 il pul ödəyək. Belə bir qanunlar var burada. Sonra nə deyəcəkdim, yadımdan çıxdı. Səhifəmi bəyənin, çoxlu şərhlər yazın, paylaşın. İnşallah Belçika haqqında sizə ətraflı məlumat verim. Kim də Belçikaya əgər gəlmək istəyirsə, mən əvvəllər bu haqda çox danışmırdım, ancaq indi görürəm Azərbaycandan hamı qaçmaq istəyir. Nə deyim qardaş, mən direktə yazın, izah edeyim hamısını. Möhkəm olun. Esselamu Aleyküm və Rahmetullah və Berekatuhu.